Bir siz başınıza dönüm. Güc birlikdədir. Əgər biz bu birliyi qorumasaq, istər-istəməz parçalanma gedəcək. Sonuçta da bir gözəllik ortaya çıxmayanda hər bir tərəfdən deyəcək ki, boy, bu iş niyə belə oldu? Bir də başınıza dönüm. Mən o birdən qınaq gətirirsiniz. Mən danışmağa sözüm var ki danışıram. Mənim danışmağa sözüm olmazsa mən də ağzıma su alıb sakit. Yox, başa düşdümlər ki, gəl, bax bu yaranmış bu 5000 manatın üzərində bu dəqiqə böyük bir kampaniya getir. Dünən bəlkə də bir 20 adam məni görüntülü yığıb məndən hardasa bir söhbət eləmək istəyir ki, açmadım. Niyə gördüm, bana ehtiyac olmayan adamlardı. Sözümü nəyə gətirirəm? Bax, o insanlara mən qardaş yana, nətər deyim, bir övladlar kimi münasibət göstərirəm. Allah sizləri qorusun. Bax, dünənki bu fikirdə olan dostlar ki oldu, insanı tanımıram da, yəni kimlər bu kampaniyaya qoşulub. Yəni etirazla haqlı olaraq, bəlkə də haqsız olaraq. Bu hər kəsin təbii haqqıdır. İnsan öz fikrində azaddır. İstər səhv fikir, istər düzgün fikir. Amma deyir o nə girdi ki, cəsarət burada, biz burada, kredit burada. Rast ki mən erişən səhv qərar elədim. Mən düz iş ki, yox bir dəqiqə sözümü kəsmə, axıra qədər xahiş edirəm. Dinlə axırda deyərsən. Rast ki mən erişən səhv qərar vermişəm, düzgün iş görməmişəm, cəsarəti 5000 manat kreditə salmışamsa, bu mənim səhvim. Yaxşı, gəlin bir yerdə, bax, maşallah, xeyli adamsız. Bax, baxdım dünənlərim. Elə 60 neçə dənə layiq gəlir. Yəni o yazan insanın fikrinə yəni çox. Burada nə var ki, gəlin elə hərəmiz başda mən erişən olmaqla, bax mən erişən Mustafa'ya olmaq, səhvi mən eləmişəm də. Başda mən olmaqla gəlin elə hərəmiz 100 manat, 50 manat qoyağın cəsarətin 5000 manat borcu kreditini aparıb bağlayaq. Yox, ölüm ayağına. Yox, tələsmə də cəsarət. Sözümü niyə kəssən ki? Niyə qoymursan ki, mən fikrimi tam çatdıram? Cəmaət bilsin də mən nə demək istəyirəm. Problemi yoxdur, ha, gec deyil. Yəni nə var ki, qıraqdan qorxma deməyə, nə var ki, qıraqdan döyüşə baxmağa. Oğul ona demişəm, bu döyüşün içində, bu döyüşün ağırlığı, bu döyüşün çətinliyini yaşasın. Mən də biləm ki, cəsarət o pulu vermək üçün haradasa əziyyət çəkəcək. Cəsarət onun balalarının boğazından keçəcək. Mən eşşək deyil, amma üzr istəyirəm. Mən də biləm, amma Nərgiz bacı bəyək bir qəşəng söz dedi. Elə bir nöqtə qoydu ki, güc birlikdədir. Yaxşı, bəs axırda hamılıqla bu ev yarıda qalsa nətər? Həmən insanlar, o cəsarəti müdafiə eləyin, sağ olun, eləyin. Hamı eləsin. Mən görsən, müstəqil adamam. Mən heç kimin rəyinə çalışıram ki, normal şəkildə təhqirsiz rəylərə dəyilməsin. Gözdə görsən, başa sancmışam. Məqsədim odur ki, insanların fikrini öyrənmək. Mən bunda haradasa bir qazanç qazanmam. İnsanların fikrini, mənim attığım addıma, mənim verdiyim qərara, gördüyüm işə görüm insanların fikri nədir? Bu əslində normaldır. Bir halda ki, müəyyən qədər insanlar bunun səhv qərar olduğunu bildirir. Lap yox, ya səhv düzəltməyə nə var ki? Gəlin, əzizlərim, gəlin bir yerdə, bax bir yerdə, həmən o insanlar, yəni cəsarətə, ürək ağrısı keçirdənlər ki, bu düzgün iş gör. Nə var ki? Məsələn, 60 nəfər adama 100 manat da düşmür. Yığağını aparağın günü sabah, günü birisi gün aparıb 5000 krediti məsələsini bağlayağın. Bizim də hamılıqla burada olmamızın məqsədidir ki, cəsarətin bax bu çətin vəziyyətini xilas eləməkdir niyyətimiz. Qaldı da ki, çoxlu suallar var ki, niyə başqa evlərdə götürülməyibdir? Məhz cəsarətə gələn də oldu, əzizlərim. Siz bilirsizmi, ildən pis gəlir. Siz ona yaxşı bilirsiniz axı, əzizim. 2019-dan bu yana dünya çarxalanır. Pandemiya, dalınca müharibələr, siz bu dəqiqə elə bilməyin ki, qabaqçı Rusiyadır, qabaqçı vəziyyətdir. Siz bunu qəşəng bilirsiniz axı, əzizlərim. Bunu bilə-bilə bu sualı, bu fikri vermək də axı yanlışlıqdır. Yaxşı, biz axı, harada bizə sponsor tapıldı, harada bizə insanlar çıxdılar canlı yayımlarımızda dedilər ki, Elşən, cəsarətin evindən qorma, ha, axıra qədər buradayıq, nə lazımdır, nə boş qalsa verəcəyik. Bunu hələ ki, heç kim deməyibdir. Biz başqa evlərə əlimizdə nə qədər pulla girmişik.
ehtiyat pullarla, istər başqalardan indi hamısının adını çəkib xırdalamıram. Və yaxud heç ehtiyat pulla girməsək də belə, heç ev tikilmədən, o qapıya getmədən onlarla insan bizə bəribaşdan deyir ki, bax o evə mən bu qədər pul göndərəcəm. İndi cəsarət yetimin balasında bu olmayıb da, bu olmayıbdır. İş gəlib dirənibdir, iş gəlib nətər demir belə, pis vəziyyətə çıxıbdır. Buradan bir dənə çıxış yolu qutarmaq lazımdır. Bir-birimizə yəşməklə heç nə getməyəcəm. Mən durum cəsarəti gözləyim. Mən desəydim ki, bax mən gəlib burada işi dayandırsam, desəydim ki, valla bax 5000 borç var, gəlmir də canlı yayım asıram. 10 saat, 8 saat oturam 150 manat pul yığıram. 160 manat pul yığıram. Belə maksimum 200 manat pul yığıram. Axı bu 200 manatla, bu 12-13 min hələ bizi indən sonra pul gözləyir. Bunu eləmək olmazdı, ay qardaşlar, bacılar. Siz nə əcəb bunu da fikirləşməmisiniz? Axı bu yetimin də oğlun gəlin bir fikirləşək. Axı bu adam bunu eləyə bilməyəcəkdi. Hələ işin bu yerində qaldı da ki biz bunu risk elədik həyatımızda, getdik 10 minlik borc oradan buradan taxdıq, getdik cəsarəti evinə yığdıq, cəsarət. Artıq sən evinə yığışmısan, Allah sənin evindən eşindən xeyir versin. Biz də gəlirik hər gün, hər axşam buradan çəkilik, buradan canlı açırıq ki, ay cəmaat, kömək eləyin cəsarətin evindən 10 min borç qalıbdır, yığağın. İndi diqqətlə qulaq asın, ölüm ayağınız altda böyük ailəmiz. Bax, diqqətlə qulaq asın. İndi həmən o adamlar ki var, bax, həmən o cəsarətin qardaşları, cəsarətin fanatları. Həmən adamlar indi yazacaqlar ki, bax, nə məcbur idi cəsarətin evinə aboy eləmək, məsəl üçün. Nə məcbur idi cəsarətin evinin hamamını tikmək, nə məcbur idi mətbəx meybelini almaq. Bax, həmən bugünkü kütlə, bugünkü o bizi 5000 manata görə tənqid edənlər sonra başlayacaqlar ki, nə məcbur idi, evi yığzam eləyərdim, evi nə bilim, tihməyərdim, məsəl üçün deyirəm, ha. Bax, hər şey Allaha şükür, nə var ki, bəyək də dedim, bir də deyirəm, cəsarətə, həqiqətən də canımız yanırsa, bu sözlə yox, qardaş, canı yanan adamlar, çək cəsarətə yox, ümumiyyətcə, canı yanan adamlar bu daşın altında əl qoymalıdır, yəni sözlə heç nə geçmir. O Kənan qardaşın, Vəfa qardaşın bir yaxşı sözü var, həqiqətən də. Gəlşən qardaş, yəni tək dua ilə də iş geçmir. Ha, arada bu yardım eləyən insanlarımızı da bir nəzərdə saxla. Yəni dua ilə iş geçmir. Nərgiz cəsarət erişən səhərə qədər burada dua eləsin. Gərək bir insanlar qabağa dursun, gərək bir insanlardan bir tərpəniş olsun ki, biz də daşı daş üstə qoya bilək. İndi 100 dəfə səhərə qədər milyon dənə insan desin ki, erişən səhv elədir. Cəsarətin kreditə, banka salmaqda. İndi erişən ya da bunu götürüb, gedib özünə kostyum almır, erişən də bunu cəsarətin evinə xərcləyir. Bu 5.000-i üstədə 10 min qoyub cəsarətin həyatına, cəsarətin şəraitinə quracaq, bu bir. İkincisinə qalan yerdə. Hələ siz bilmirsiniz erişən burada hansı oyunu oynayır. Hələ sizin heç nədən xəbəriniz yoxdur. Hələ siz bilmirsiniz bu 5000-dən temasıdır, bu 5000-dən məsələsi. Siz hələ bilmədiyiniz şeylər var. Bizi izləyin. İrəliyən günlərdə, irəliyən aylarda nələrin baş verdiyini qəfildən görəsiniz ki, erişən həqiqətən də bu oxumaya bu dərəcəyə gəlib çatıbdır. Bilmək olmaz o 5000-dir. Bilmək olmaz o 5000-i cəsarət həqiqətən də ödəyəcək, ödəməyəcək. Hələ qabaqda bizim xeyli işimiz var. Bugün cəsarət, Nərgiz hələ də safdırlar. Bugün cəsarət, Nərgiz hələ də heç nəyə başa düşmürlər ki, bu 5000-i bizdən niyə aldı bu adam? Bu nağarmaq istəyir. Hədə psiyoda əsas odur ki, müəyyən qardaşlar, müəyyən dostlar mənlə mübahisə edirdilər. Mənlə spor edirdilər ki, cəsarət yox, sənin fikirləşdiyin cəsarət. O məharət sözünü götür oradan. Bax, səni istəyənlərin bir 50%-i ki, o məharət sözünü götür. Elə sadə cəsarətdir nə? O məharəti görmədik biz cəsarətdə. Mən də dedim ki, yaxşı, siz görmədiniz, mən sizə göstərəcəm. İndi həmən adamlar, dünəndən bəri biri, nə bilim, listur söz verir, biri gəvə söz verir, biri istol söz verir, biri, nə bilim, kreditin hər ay 200 manatını ödəməyini söz verir ki, yox, biz gördük məharəti. Həm cəsarət, həm məharət.
yenə deyirəm qardaşlar, yenə deyirəm Allah haqqı. Ölən bir günlər kimi. Halva deməklə ağız şirin olmur. Bayaq dedim qardaş. Gərək nəsə halvaya bir şəkər atasan, umac ovasan, qadanız alın. Cəsarəti istəyirsiniz, sağ olun. Amma 3 gün bundan qabaq da çıxartdınız da meydana. Bax, niyə çıxmırsınız? Mən sizlə qardaş kimi danışıram, mən sizi əstağfurullah. Sizlə kobud danışmıram. Bax, başınıza dönərəm. Niyə 3 gün bundan qabaq, 4 gün bundan qabaq da çıxmırdınız meydana ki, bax, niyə Pərqanə bacı kimi, niyə Sadiq qardaş kimi, niyə Xatirə bacı kimi, niyə Gülşən bacı kimi, hələ mən o ən maddi zəif yardım edənlərimi nəzərdə tuturam. Niyə bax onlar kimi, məsəl üçün 5 manatda, yəni o deyir, qaranquş oda nə tökülmüş, saman atılmış, sirçə su tökülmüş, bilmirəm. Qaranquş gəldi gedərdi, insan qalan boz servis olur. Nəsə od var imiş, qaranquş dərsən saman gətirib atılmış, odu daha da gücləndirilmiş, sərçə dimdiyində su atılmış. Deyirlər, vay sərçə, bu dimdiyində gətirin su bu odan nağaram, deyir, mən öz sərsəriyimi bildirirəm. Yəni, keçməsə də mən özümü bildirirəm. İndi Pərqanə bacımızda, Sadiq qardaşımızda, Kemal qardaşımızda, yəni bu ən maddi tərəfdə, məsələn, zəif yardım edənlərimiz bilir ki, onsuz da bunların bu 5 manatları ilə bu cəsarətin 10 minlik işi qurtarası deyil. Amma öz hərəkətləri ilə, əməlləri ilə göstərir ki, yəni içdən gəlir də, bu nə var ki? 100 dəfə mən də deyim, sabahlarım oturum qınıyım ki, bax o, bu Elşən nə pis iş gördü. İndi gəlin bir dənə çıxış yolu axtaranlı evi yox, götürmüşük laf yaşdı. Nə var ki, 5.000-i qaytarıb bağlamalı, günlərim, sabah yığağın adama 100 manatda. Apura sabah bağlayır, təmizlik kağızımızı əlimizə alaq, yox. Yəni, çıxış yolu budur. Tənqid eləməklə, heç nə əldə eləmək olmur. Bax, bu adamın evinə xeylaq, indən sonra iş gedəcək. Mənim əzizlərim, qardaşlarım. Yəni, bax, bu olmalıdır. Bu ev qalsa da cəsarətin ziyanınadır. Bayaqdandan 5.000, ayda 200 manat kredit ödəyib, 60 minlik evə sahib olacaqdı. Amma bu vəziyyəti, bunu eləməsəydi, bəlkəmdə cəsarət indən sonra, nə bilim, 5 dənə də, 10 dənə də elə kredit götürüb evə yığışacaq, bu da neçə illərdir. Yəni, insanların o həssas məqamında, insanların o həssas yerində, insanların nəfə deyimi, biz nəzərə aldıq ki, yəni, insanlar buna əgər istəyirsə, eləyəyin də, eləyək. Bir yerdə eləmişdir, bu qədər. Nədir, bu, nəsə deyirdiniz? Qardaş, təkrar kimi çıxmasın, o deyir, könlü balıq istəyən quyruğunu gərək suya qoyur. Vallahi, o, nətər deyim, xəyal qurmaqla və yaxud da nəysə deməklə hər şey hazır olmur. Biz reallıqdan danışaq da, sən dayandırdın, getdin, misal üçün, biz neçə banca getdik, indi normalından götürək də. Mən istəsəm ki, öz başıma bu işi hərəkət edeyim, davam edeyim, vallah bankların heç birisi kredit... Sözünü bax, burada saxla, qadana. Bax, görürsən, adi banksa kredit verilmək üçün pul qazanır da. Nərgizə 5.000 verən bank 1000 də qazanır. 1500 neçə manat. Hələ o qazancı vermirlər belə, hələ krediti vermirlər. Görün, 10.000 Elşən bədbaxın boynunda qalsa. 4 başı heyvanımız ola, ay sizə qurban olum. Bizə dedilər ki, sənin o 2 dənə zaman sayılmır. Çünki 2 dənə inəkdir. Əsas rol oynayan bir xırda buynuzlu ildə 2 bala verən. Bir də ki, əgər inəyin 4 başdırsa, hər ilə bir bala verəcəksə, o sayılır. Vermir. Niyə qınıyırsınız ki? Bilirəm, bizim ailəni düşünürsünüz. Demirəm, hörmətim var sizə. Minnətdaram, təşəkkür edirəm qayğınız, fikriniz üçün. Amma bir şey fikirləşin ki, vallah bu ev yarım qalası olsa, mən indən sonra bir 10 ildə hıqqına cəsarət gah fəhləçilik, gah nə bilim nə eləyib bu evi başa gətirənə kimi inanın ki, ömrümüzün elə bir ki 50 il getmiş olar. Bu bir. İkinciyə də qalan yerdə bu ev yarımçıq qalası olsa, indi yazdığınız hələ ki bir vərəqi doldurursa, inanın kitablar yazarsınız ki, niyə bu üzr istəyirəm. Bax, mən neçə vaxtdır, bax, bu yaranan vəziyyətdə, bax, vəziyyət yarananda, bax, bu tımsıxan vaxtı, bax, belə Nərgizin cəsarətin üstünə gedən vaxtı mən çıxış yolu axtarırdım. İnsanlara müraciət edirdim, ay cəmaət, siz də bir çıxış yolu, bəlkə bir mən nəyisə düz eləmirəm, bəlkə mən nəyisə səhv elə, kömək eləyin, bir çıxış yolu, ağsaqqallar məsələn, ağbırcəklər bir efirə çıxın, bir səs atın, biz nə bilim video çəkin, bu anaqdan çıxaq. Bax, həmən adamlarımız, bax, sizə qurban olun, mən sizi bugün fikrinizə, əstağfurullah, tərəf getmirəm, sadəcə olaraq mən demək istəyirəm ki, əzizlərim, mən bu yolu bilirdim. Başqa siz alternativ bilirsinizsə, buyurun, təklif eləyin.
Bax siz elində, bax siz göstərin. Tək cəsarətdə yox, indən sonra bütün işlərimizdə harda ki bir belə sıxıntı yaranır, hardasa bir belə bir durğunluq olanda siz də bir alternativ fikirləşin də deyin ki, bax bunu elə, onu elə. Da mən insanlarla hər formada işləyirəm, hər cür işləyirəm. Mən insanlara mahnı da oxuyuram, mən insanlara şeir də deyirəm, oynayıram da, nə bilim, hər cür, hər variantdan istifadə edirəm ki, tək ki canlı yayımda insan qalsın, tək ki canlı yayıma insanlar yardım eləsin. Xoş araba. İndi bundan belə də siz deyin də, bax, ay sizə qurban olum. Biz sizlə qardaş kimi danışırıq, nətə deyim, oğlunuz kimi danışırıq. Bu mənim böyük səhvimdir. Mən yaxşı, bunu qəbul edirəm. Ki, cəsarəti 5000 kreditə salmaq mənim ən böyük səhvimdir. Yaxşı, mən necə eləyim? Bax, sizdən bir məsləhət alıram, əmi kimi. Əmim kimi, nətə deyim, dayım kimi, bacım kimi, anam kimi, qardaşım kimi. Bax, mən nətər eləyim? Bax, mənə bir dənə bir yol göstərin. Bax, bu cəsarətin borcunu da rahat şəkildə aparım, bağlayım, bankını. Və cəsarətin evini də rahat şəkildə tikim, qutarım, borç qalmasın. Bax, sizdə ant verirəm balalarınızın canına, sizə ant verirəm o istədiklərinizin canına. Bax, rəylərdə yazın, bir dənə qadasını alın, bir çıxış yolu yazın. Büyündən sonra heç mən əziyyət çəkməyim. Evlər tikirəndə borç qalmasın. Maşallah, görürəm, çox gözəl, ağıllı ideyalarınız var, gözəl yollar göstərsiniz. Gəlin eləyəndə nə xoş. Nə xoş. Yenə deyirəm və sonunda bunu da demək istəyirəm ki, mən də hazıram cəsarətin 5000 kreditinin bağlanmasında. Bir yerdə nə var ki, 68-70 nəfər dünənlərim misal üçün, hələ moderatorlar deyir ki, bəlkə 100 dənə rəy silmişik. Biraz da buna acığım tutdu moderatorlara ki, qəti şəkildə bir də qeyd edirəm, əziz moderatorlar, hər birinizdən dönə-dönə xahiş edirəm. Heç bir kəsin fikrinə dəyməyin, toxunmayın. O halda ki, orada söyüş yoxdur. Qoy yazsınlar, hər rəydən bir nəticə var. Dəyməyin, bax sizdən xahiş edirəm, heç bir rəyə, dünəndən 20 dənə adam deyib ki, moderatorlar rəylər silir. Silməyin, əzizlərim, qoy görək də bəlkə bir çıxış yolu tapacaqlar. Biz bunu bacardıq, biz bunu, bu çıxış yolu 5000 kredit götürməkdə gördük. Bəlkə ağıllı, müdürü insanlar elə bir təkliflər olacaq, elə bir ideyalar olacaq ki, o 5000'i də qaytaracaq. Da indi mən dediyimi dedim, təklifimi elədim və hərəkətimi də dayanmadan eləyirəm. Mən bunu bacarıram. Bacarıqlı insanlarımız təklif eləsin, onların dediyi ilə eləyirəm. Demirəm onlar gəlsin, yerdə qalanı eləsin. Yenə mən eləyirəm. Sadəcə olaraq ideya. Bax, biz nətər eləyək? Biz gördüyümüz işə, bax, bu cəsarətin evinə normalda hər gün 500 manat pul gedir. Gündəlik olaraq 500. Yəni onun 100-130'u məsəl üçün üstüyə gedir, 400'ü materiala. Hər gündə, yəni standart 500. Bax, sizə qurban, nətər eləyə bilərik ki, hər gün 500 manat bu işə pul gəlsin. Bax, bilənlər buyursun, təklifləri yazsın, biz də eləyək, heç cəsarətdir, bəli, kasıb oğlandır, 9 dənə evində dil qanmaz uşağı var. Niyə cəsarət aparıb o 5000'ə görə 2000'də artıq pul versin? Bu da olmasın da verəyəm. Nə deyirəm ki? Nə deyirsiniz eləyəyəm, amma reallıqla, ortada, sözdə yox, sözü deyil, daşaqlıq gizlənməyəsin. Ortaya çıxmaq lazımdır, təklif eləmək lazımdır, qorxmayın, çəkinməyin. Biz hamımız Azərbaycanlıyıq, heç kim, əstağfurullah, sözünə görə, fikrinə görə, heç kim qınamaz, heç kimdəki necə deyirlər, üstünə getməz. Buyursun, bir video çəksin, açsın. Desin ki, mən Gəncədən filan kəsən və yaxud Gərenboydan filan kəsən. Mən sənin bu cəsarətin kredit məsələsində qınayıram, qınayanlardan biriyəm. Bax, mən sənə bu çıxış yolunu göstərirəm. Mən də deyim, ay Allah sənin atana rəhmət eləsin, Allah sənin anana rəhmət eləsin. Nə gözəl, nə gözəl. Nə var ki, 50-60 min əgər cəsarətə yardım yığılırsa 5000'i yığmaq nə var ki? Sabahdan yığağın, aparıb bankı bağlayalım, deyən hərfisi yox. Amma yenə deyirəm, hələ çox şey olacaq qarşıda, mən istəmirəm, çox açıqlama verəm. Hələ ki, burada bir oyun gedir, belə deyəcəm bir oyun gedir. Nəysə, hazırlıq getməyə qəbir üstə. Gedin.